Növbəti gündən hamıya salam. Dünən gələndən sonra pasteli falan üzdədim. Bu pakrovalı da yumuşdum. Səhər deyəndə artıq günortadır. Nazlını dərsə yola salanda baxdım ki, quruyub, gətirdim. Pasteli yığdım, dəyişmişəm. Yığdım, bunu da sərdim üstünə. Elə gözəl qoxur ki, Faberlikdən belə həm yumuşaldıcı, həm də qoxu verən nə deyirlər ona? Nəysə də yumuşaldıcı istifadə edirəm. Çox qəşəngdir. O qədər gözəl qoxusu var ki, özdə iminlə onu daha çox bəyənirəm. Göstərərəm sizə indi. Sözü tapıb deyə bilmədim. Dünən sərdiklərimi bugün yığıb atmışam ki, bunları qatlayacağam. Biraz burada qatladıqlarım var. Yerinə yerləşdirməliyəm. Sonra burada dolablarda biraz dəyişiklik boşaltmalıyam. Bəzi şeyləri koridorun şkafına aparacağım. Hansı ki çölə çıxası şeylərdir. Nə bilim, burada lazım olmur da, yəni yer olmadığı üçün bura qoyduğum şeyləri aparıb oraya yerləşdirəcəm. Biraz ütü ütüləmişəm səhər. Nazlının köynəyi, yubqası falan, məktəbə gedən şeyləri. Ona görə ütü buradadır, onu yerinə qoymalıyam. Bu yenə buradadır. Yolkanı düşürdəndə bunu da qaldırıb yuxarı qoyacağım. Çıxmışkən onu düşürdüb, bunu aşağı salacağım. Ona görə buradadır. Sonra bura uşaqların paltarlarını yumuşdum. Onları sərmişəm. Bizim paltarları atacağım yuyulmağa. Həm ağlarımız var, həm qaralarımız. Ən sonda da bu mətbəx xəlçəsini atıb yuyacağım. Xəlçə deyəndə belə də yüngül bir şeydir. Onu atıb yuyacağım. Əslində bu reklam deyil, amma reklam kimi də bir şey olur. Faberlikin baxın bu qoxulandırıcıdır, həm yumuşaldıcıdır, hər şeydə üçü birindədir. Çox gözəldir. İminli baxın bu renk olanı. Əgər kimsə ətrafınızda varsa Faberlikdə işləyən, sifariş verin. Və yaxud da bilmirəm, indi mağazalarda falan satılır yoxsa yox. Və yaxud da özünüz qeydiyyat ola bilərsiniz. Qeydiyyatdan keçib özünüz ala bilərsiniz. Kataloq qiymətindən ucuz düşür özünüz alanda. Ət çıxartmışam, kaklet eləmək istəyirəm. Orada heyva var biraz. Doğradım, amma yeyə bilmədim. Fikirləşirəm onu suda pörtədərəm. Daha doğrusu qərara gəlmişəm ki, yeməyimə fikir verim. Səhər yoldaşıma döşəti eləmişəm. Duzsuz, sadəcə soyutma. Düyünün yanına qoymuşam ki, axşam yeməyini onu yeyər. Mən də axşam kaklet yeyəcəm kartofla, amma çörəksiz yeyəcəm. Yesəm də bir dilim qara çörək yeyəcəm. Dağınıqlıqdır mətbəximdə. Günorta yeməyini yeyilibdir, yumamışam. Çox nadirən olur ki, mən belə dağınıq saxlayıram. Divan örtükləridir. Yerilə aid divan örtükləri. Qolum ağrıdı. Bunun rezini sıxır qollarımı, ağrıyırsa. Bu arada korичневый rəngini istəyirdim, amma korичневый rəngi tükənmişdi mən buranda. Bilmirəm, indi var yoxsa yoxdur. Ona görə xaki rəngini vurmuşam. Elə bil özümdə olanın bir başqa rəngidir, tünd rəngidir. Amma üstü yolkalıdır da bunun. Bunlar balış üzüdür. Qəşəngdir. Otur, onu da sən al. Otur elə yerdə. Aç. Bu böyük tərəfinkidir. Belə ətəyi. Yolkalı. Bu da kiçik tərəfinkidir. Açım səninkində.
gedib sərərik bunu. Sonra yolkamızı düşürdük. Kakras bayrama kimi gəldi çatdırdı. Bak kızım. Ne qəşəngdir. Güzeldir. Qəşəngdir Nərgiz. Aparaq sərək. Gedək sərək. Gəl. Gedək sərək. Gəl. İşıq niyə belə eləyir? Dəqiqə. Baxın, belə oldu. Əslində işıq oynamır. Amma niyəsə kamerada oynayır. Divanın üstü belə oldu. Tünd rəngdə. O birisini daha çox bəyəndim mən. Gündəlik sərdiyimi də. Amma bu da pis deyil. Yəni yeni il üçün. Düşünürəm ki, gərək ağ rəng, elə açıq rəngini alardım. Tünd rəng almaqdansa. Amma belə də var, yəni dəyişiklik olsun da. Görünür də onsuz da ki, orada yolkadır. Ata tamamən yığışdırmışam. Qalıb yolkanı quraşdırmaq, amma yolkanı böyük ehtimal ki, gecə quraşdıracağım. Çünki Nərgizin əlindən mən yolka zat quraşdıra bilmərəm. Yollar tökər, heç bilmirəm. Oyuncaqlarını yəqin ki, şüşə olanların heç birini quraşdırmayacağım. Bir də bu hissiyə qurmaq istəyirəm televizorun kənarına. Görək, nətər olur. Nədir? Yox, qoşmuram. Keçən il divanın üstündə istifadə elədiyim bu balışları bu il uşaqların kravatının üstünə qoydum. Düzdür, pakroval zakaz eləmişəm. Bayrama kimi gəlsə, onu sərib bunu da üstündən yenə qoyaram yaraşsa. Yaraşmasa da yolkanın böyrünü bir yerə qoyaram. Qəşəng görünər. Hələlik dursunlar burada. Nazlı bir saat olar gedib dərsə, mən evdəki bütün işlərimi qurtarmışam. Həm evi pilisoslamışam, həm tozları almışam, güzgüləri silmişəm. Hər şeyi eləmişəm. Bu arada dünən biraz şkafda dəyişiklik eləmişəm, onu da göstərərəm. Belə təmizləmişəm. Orada dəsmal asmışıq. Demək olar ki, orada olur. Çox nadirən olur ki, oradan götürürük. Ona görə yalandan oradan yığışdırıb video çəkməyin adı yoxdur. İndi sizə göstərim. Demək, Nərgiz durma ha. Çəkil oradan. Çəkil, durarsan başına dəyər. Bu hissəyə qoydum notebookumu, kameramı, nə bilim kameraya aid də, çəkilişə aid hər şey, mikrofon, o bu, belə şeylər. Bunda içində belə balaca tripodumuz falan var, boynuma asılmalıq, belə. Kitabı hələ başlamamışam oxumağa. Burada evdən çıxanda götürəcəyim şeyləri qoymuşam. Bu nədir, bura düşüb yenə. Dəhşətdir də. Evi hər gün təmizləyirsən, hər gün hər yer tozdur. Nəysə ki, belə. Buranı belə düzənləmişəm. Bunlar dediyim kimi evdən çıxanda götürmək üçündür. Bu başlıqda. Bir dəfə mağazada vermişdilər bizə. Uşaqlar üçün su içmək üçün başlıqdır. Ayrıca satılırdı. Rayondan gələndə almışdıq. Yadımda deyil amma hardan idi, nə idi. Onu düşünürəm ki, sonkama atım. Bir də görsünüz, Nərgizin butulkasını unuduram götürməyi. Marketdən su alanda başına bağlayırsan. Uşaqlar oradan su içir.
Yoldaşım tərəf elə olduğu kimidir. Heç nə eləməmişəm burada. Onun özünün üz qırxanı, saatı, nə bilim nəyi, belə şeyləridir. Ona aid olan şeylərdir. Burada olanları da bura keçirtmişəm. Niyə bura keçirtmişəm? Sağ olsun Nərgiz dırmanır bura, buranı açır, ora ayağını qoyur. Açır buranı, başlayır qurtdalamağa, buradan əli çatan şeylərə. Nazlının eləmədiyi hər şeyi Nərgiz eləyir, sağ olsun. Onları da keçirtmişəm bura ki, qurtdalamasın. Vəsə. Burada dərmanlar idi. Dərmanları bir dənə aşağı eləmişəm. Buranı aça bilmir. Nərgizin gücü çatmır açmağa. Bu xərc dəftərimizdir ki, aylıq nə xərc edirik, nəyə nə xərcləyirik. İşığa, suya, qaza, nə bilim, da belə. Aşağıda belə masaj alətləridir, depilatorlardır, iynə sapdır. Bunlar buradadır. Ən aşağıda da fenlərdir. Bu arada mənim o Temudan aldığım feni soruşmuşdunuz. Bunu. Buranı açanda Nərgizin keyfi olur, xoşu gəlir buradan. Bu feni soruşmuşdunuz. Çox qalın və uzun saçlar üçün məncə o qədər də işə yararlı deyil. Nəyə görə? Gücü mənim digər fenimdən azdır. Mənə elə gəlir ki. Amma ümumi olaraq belə pis deyil. Yəni saç burmağı var. Saçlarım nə günlərdir çinmişəm dünən. Fenləməmişəm deyənə belə vız-vız qalır. Nəysə, belə indiki mənim saçımı eləyir. Amma saçım uzun olanda fenləyib qutara bilmirdim. Mənim saçım qalın saçdır. Uzun olanda onu fenləmək, qurutmaq çətin olur. Hələ o birisi fenimlə belə əziyyət çəkirəm də. Ona görə zəhləm gedir saç fenləməkdən. Amma qısa saçımı hər iki fen, yəni fenləyir. Bəlkə də, nə bilim, çox qalın saçları vəbşə eləməz. Amma belə normal saçınız varsa çox qəşəng işə yarayır. Hətta mənim saçım burulmayan saçda onu belə bururdu da. Yəni burur. Daimi buruqlar olmaz yəqin ki. Çünki burandan sonra belə məncə nəsə vursanız daha yaxşı olar. Amma belə vurmağı, fenləməyi, daramağı falan yaxşıdır. Yəni yüksək performans gözləməyin də. Allahım, delirəcəm. Yolkanın hər şeyini çıxartmışam. Keçən il pəncərəyə astığım işıqları tapmıram. Delirəcəm. Dəhşətizm. Bu təzə aldığımdır. Onlar yoxdur. Hər şey buradadır, onlar yoxdur. Onlar deyəndə o yoxdur. Nerede? Heç cürə yadıma düşmür. Evdə qurtdalamadığım yer yəqin ki qalmadı. Mətbəxə baxdım. Yatağın altında hər yerə baxdım. Yuxarı baxdım. Ola biləcəyi yerlərə baxdım da təbii ki. Daha dərinlərə baxmadım. Çünki ora qapqacaqdır. Ora qoymaq ehtimalım yoxdur. Qabların içine niyə qoyum ki mən onu? Başqa qutu da yoxdur. Oyuncaqlarım bu qədər idi. Peki nerede? Hardadır? Hardadır Nərgiz? Ay Allah. Depiş oldum Çox sevirəm axı mən onu. Təzədən ondan sifariş vurum mən. Öf. Öf Nərgiz, öf.
Mətbəxi təmizlədim. Zibilin ağzını bağladım. İndidən çölə çıxarda bilmərəm, çünki pişiklər gəlir həyətə, dağıdırlar. Nədir, nə oldu yenə? Su qrafinkanı doldurdum, qəfədən qaynatdım, qoydum qırağa. Burada qışqırış masalar çəkəcəm. Burada buna su vurmuram, sadəcə silirəm nəm salfetlə. Bunların hamısını yumuşam. Bunu da yumuram. Suyun altına vurmuram. Sadəcə bir hissəsinə su vurdum. Biraz ona görə üzü belə qoymuşam ki, damlasın, qurusun. Qalan hissələrini salfetka ilə təmizlədim. Nəm salfetka ilə. Onlar bilirsiniz də, dərmanlı olurlar deyə çox qəşəng təmizləyir. Bunu yudum. Bunların hamısını yumuşam. Bunda Temudan gərək yenisini sifariş vurum. Çünki artıq görürsünüz necə olub, xarab olub. Yutsam da, neynəsəm də içi belə qəribə olub. Ona görə Temudan vuracam. Satırlar Temuda. Nədir? Nə olub? Nə istəyir bu yenə? Nəyin hikkəsidir? Nə istəyirsən? Gel girmeyeceğiz. Aynen. Gel. Gel yolkada şekil. Ama yolkada şekil çekersen. Artıq evimi yeni ilə uyğun olaraq bəzədim. Bu videonu həm də ev turu videosunda görəcəksiniz. Çünki bir yandan da onu çəkirəm. Həm ev turunu, həm də yeni ili istəyirəm ki, bir arada çəkmişkən çəkim. Çünki sonra editləmək rahat olsun mənə. Yolkamı quraşdırdım dünənlərim. Nazlı ilə, Nərgizlə bir yerdə dalaşa. Sonra belə bir işıq almışdım mən Temudan. Bu arxa fon vermək üçündür. Görürsünüz? Belə raduga kimi. Bunun rənglərini də dəyişmək olur. Mən hal-hazırda puldunu götürməmişəm, otaqdadır. Baxın. Tam qırmızı eləmək olur, tam sirenova eləmək olur, belə raduga kimi eləmək olur. Fərqi yoxdur da, yəni göy qurşağı kimi. Yolkanın üstünə belə işıq kimi vurmuşam. Qəşəng görünür. Sonra nəhayət ki, dünənlərim nə qədər axtarmışam mən bu işıqları bir bilsəniz. Nə qədər axtarmışam, ilahi. Nəhayət ki, bu günlərim yadıma düşdü. Hardadır, tapdım, çıxartdım. Baxmadığım yer qalmamışdı da, inanın. Daha doğrusu qalıbmış. Qalmamışdı dediyim. Sonra divan örtüyümü də sərdim, dünənlərim sizə göstərmişdim. Çox qəşəng oldu, çox şəkər oldu. Çox bəyənirəm. Çox şəkərdir. Nazlı hələ evə girən kimi, dünən dərsdən gəldi, evə girən kimi. Ana, nə qəşəngdir, təzə almışsan bunu belə. O qədər qəşəng reaksiya verir ki, hər şeyə meymunca. Stolu da belə ortaya çəkdim. Dedim, 1-2-3 gündə belə istifadə eləyək. Əgər narahatçılıq olsa, görək evdəkilər nə deyəcək. Yəni, Nazlı ilə yoldaşımı nəzərdə tuturam. Görək bəyənəcəklər yoxsa yox. Sonra təzədən çəkərik yerinə, divar tərəfə. 1-2 gündə belə baxaq. Gözümüzə fərqli görünsün də. Onsuz da televizora baxanda bütün günü stolda oturub baxırlar bizimkilər. Bilmirəm bu divan nə üçündür. Bir dənə mənim divanda oturub televizora baxan. Qalan hamı stolda oturub baxır. Bir mənəm buradan baxan hər şeyə. Bura mənim yerimdir. Nə deyirsən? Neynəsən? Eləmə. Cizzədə eləmə. Xıllı balamdır da mənim. Hə, gözünə tutma. Qəşəngdir, xoşdadın onu sən. Mən elə bilirdim bu işıqlarımız ağdır. Yadımdan çıxıb. Yolkanın işıqlarını ağ zakaz eləmişəm. Gərək onları da sarı rəngdə eləyərdim. İsti işıq. Ağ işıq eləmişəm. Çölə də işıq zakaz eləmişəm. Onları rəngli zakaz eləmişəm. Hamısı gələndən sonra, bəziyəndən sonra inşallah həyətimiz ona kimi qutarar. Qəşəng bəziyərik hər yeri. Koy ömrüm, koy yere. Çıtı da çıtı, çıtı da çıtı. Çıtı çıtı, çıtı da çıtı. Paka paka eyle.
Paka elə sağollaşaq. Sağ olun. Gələn videolarda görüşərik inşallah. Hələlik.